Gürcüstanda azərbaycanlı qız bədbəxt hadisə nəticəsində həyatını itirib. Saqareca bələdiyyəsinin 19 yaşlı Yormuğanlı kənd sakini Lamiyə Allahverdiyeva yaşadığı evin mətbəxində qaz sızması səbəbindən baş verən partlayışda həlak olub. Belə ki, partlayış nəticəsində gənc qız ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Lamiyə Allahverdiyeva Tbilisidəki İliya Dövlət Universitetinin Elm və İncəsənət Fakültəsinin Gürcü dili, ikinci dil kimi və inteqrasiya proqramı ixtisasının tələbəsi olub. Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan motosiklet sürücüsü azyaşlının həyatını təhlükə altına salıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlardan görünür ki, aeroport şosesi ilə hərəkət edən motosiklet sürücüsü yüksək sürətlə və nəqliyyat axınının intensiv olduğu zolaqda hərəkət edib. Müzakirələrə səbəb olan əsas məqam isə motosikletin arxa oturacağında azyaşlı qız uşağının əyləşməsi olub. Belə ki, uşağın başında hər hansı qoruyucu dəbilqə və ya digər təhlükəsizlik vasitələrinin olmaması diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri sürücünün həm azyaşlının, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdığını bildiriblər. Qeyd edək ki, qanunvericiliyə əsasən azyaşlı uşaqların bu formada motosikletlə daşınmasına yol verilmir.